Şəhərimizdə də motosiklet istifadə edənlərin sayı günü-gündən çoxalır. Eyni zamanda moped istifadə edənlər də var ki, onların da yol hərəkəti qaydalarına riayət etməsi olduqca vacibdir ki, yollarda təhlükələr yaşanmasın. Elə mart ayının 26-sından etibarən moped sürənlərdən də sürücülük vəsiqəsi tələb olunacaq. Bu istiqamətdə hazırda canlı bağlantımız olacaq. Bəli, bununla bağlı bizə Baş Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis kapitanı Elvin Hacıyev məlumat verəcək. Elvin bəy, salam, sabahınız xeyirli olsun. Elə istərik sizdən ətraflı məlumatı işləyək. Salam, sabahınız xeyirli olsun. Təşəkkür edirəm yol hərəkəti qaydalarına bağlı, yol hərəkəti təhlükəsinə bağlı efirinizdə məqam ayırdığınıza görə. Biz də sizə təşəkkür edirəm ki, xatırladaq ki, artıq moped sürücüləri tərəfindən törədilən yol nəqliyyat hadisələrinin, eləcə də yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, onların digər hərəkət iştirakçıları kimi üzərlərinə düşən məsuliyyəti nəzərə almaları və qanunvericiliyin tələblərinə riayət etmələrin təmin olması məqsədi ilə normativ hüquqi bazada müvafiq dəyişikliklər edilir. Bildirmək istərdim ki, bu dəyişikliklərin edilməyində də əsas səbəb bəzi hallarda da moped sürücüləri tərəfindən kobud qayda pozuntuları olur, hansı ki, svetoforun qadağan edici olan işığında qırmızıda keçirlər, manuel etmə qaydalarını kobud şəkildə pozurlar, bəzi hallarda piyada səkisində idarə edirlər ki, özlərini və digər hərəkət iştirakçılarının da həyat və sağlamlığını təhlükə altına atırlar. Qeyd etmək istərdim ki, moped idarə edən sürücü bilməlidir ki, onun digər avtomobil idarə edən şəxslər kimi qorunacaq hər hansı bir vasitəsi yoxdur. Onun xəsarət alması, həyatını itirməsi daha tez ola bilər. Ona görə də moped sürücüləri qaydalara daha riayət etməlidirlər və bir məsələni qeyd edim ki, dəyişikliyə də əsasən 2026-cı ilin mart ayının 26-dan etibarən moped idarə etmək üçün A1 kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq. Bir daha qeyd etmək istəyirəm ki, moped idarə edən şəxslər bu vurğuladığım, sadaladığım hallara diqqətlə qulaq assınlar ki, çünki mart ayının 26-dan etibarən bu istiqamətdə yoxlamalar aparılacaq. A1 kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi olmalıdır və dövlət nömrə nişanı tələb olunacaq. Müəyyən edilmiş tarixədə az müddətə qaldığını da nəzərə alaraq, moped idarə etmək istəyən şəxslərə qeydiyyatda olduqları bölgələr üzrə qeydiyyat imtahan məntəqələrinə əvvəlcədən də müraciət etmələri tövsiyə olunur və bildiririk ki, bütün bu prosedurlar vahid qaydada tətbiq olunacaq və vətəndaşların rahat, səmərəli və bərabər əsaslarla xidmət alması təmin edəcəkdir. Moped idarə etmək istəyən şəxslərdən də müəyyən olmuş müddəti nəzərə almaları, qeyd edilən tarixdən etibarən inzibati məsuliyyətə cəlb olunmamaları üçün hər birindən xahişimiz bu qaydalara riayət etsinlər və bu məsuliyyətə cəlb olunmamaları üçün qanunvericinin tələblərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri vaxtında yerinə yetirmələrini xahiş edirik. Bəli, təşəkkürümüzü bildiririk Elvin müəllim. Uğurlar arzulayırıq sizə fəaliyyətinizdə və Elvin müəllim çox önəmli açıqlamalar etdi. Yəqin ki, bax bu məlumatlardan moped sürənlər bəhrələnəcək.